sabır ver Mevlam, bu yaraya yok mu derman? Neden sevdim, sana gittim, yarın gitti, ömür bitti. Rabbim bana bir dert vermiş, derdin adı gönül yarası. Yapamıyor, sönmez, bilmez, yanar dururum gönül yarası. Rabbim bana bir dert vermiş, derdin adı gönül yarası. Yapamıyor, sönmez, bilmez, yanar dururum gönül yarası. Rabbim bana bir dert vermiş, derdin adı gönül yarası. Yapamıyor, sönmez, bilmez, yanar dururum gönül yarası. Rabbim bana bir dert vermiş, Teşekkürler Yusuf. Çok sağ ol. Çok teşekkürler. Bəli, demək, dünən bizim nəğməli qonağımız Agil İmişli balası, o da bizi salamlayır. Bizə Agilə uğurlar arzulayırıq, hər birimizi salamlayır. Ondan sonra nə yazırlar bizə? Salam olsun sizlərə, bilirsiniz, Sikönü xanım gözəl xanım, gözəl insandır. Müxbirəm Yurt jurnalından, bax, belə bir SMS yazır, göndərir bizə. Könü xanım, sizin üçün Yurt jurnalistiyəm yazır, göndərir bizə. Daha bir SMS-imiz gəlir. Salam Samir bəy, qonaqlarımızı salamlayırıq. Sizi çox istəyirik. Hər gün baxırıq, izləyirik proqramınızı. Yusifə uğurlar. Ayşən Tambovdan yazır. Eynək şeirini xahiş edirəm. Söyləyin, söyləyərik. Bərdədən 4583 nömrəsindən yazırlar bizə. Təşəkkürümüzü bildiririk hər bir yazan izləyicimizə. Sonra bəli, necəsən Samir bəy, qonağınız Yusifə salamlar. Mən Dərbənddən yazıram, 3503 yazır, göndərir bizi, bizə daha doğrusu. Və bizə yazılar, salam Samir bəy, necəsən, qonaqlarımızı salamlayırıq, Dağıstandan Kəmalə yazır. Qazar, bəsdir də. Bax, yeməyimiz bu qaydadadır. Balaca deyim də. Baxıq, tez baxaq, reklamlara ayrılıq, sonra deyəcəksən. Yeməyə baxaq. Bax. Əziz tamaşaçılar, siz yeməyə baxmaqda olun. Qazar iş görür burada, Qazar. İşlər gedir burada. Lap aşqarasına oxşadı. Həkün xanım. Xanımlarımız qiymət verərlər axırda sənə. Sonra verəcək. Lap aşqarasına oxşadı, Qazar. Sonra da deyirsin. Suyunu atırıq ki, onu da qeyri-adi dad verir. Yəni onun... Suyundan bir baracana da içine atacağıq ki, o süper olsun, qəşəng olsun. Deyirlər, yanına bir aş da süssəydiniz, lap əla vardı, İradə xanım. Lap yaxşı olardı, yanına bir aş da süssəydiniz, əla vardı. Belə də ki, onlar qarnir, məsəl üçün bu, düyü belə varsa, evdə makaron, düyü, spagetti, nə istəsəniz, eləyə bilərsiniz. Belə, deməli, reklamlara ayrılırıq, amma reklamlara ayrılmadan öncə xatırladım ki, əziz tamaşaçılar, proqramımızın sponsoru Ləv Palace adlı saraydır. Sevib sevirənlərin qovuşa biləcəyi bir məkan. 350 nəfərə qədər qonaq-qaranızı siz Ləv Palace'da qarşılaya bilərsiniz. Göz oxşayan, üstünsüz geniş zalıyla, o cümlədən Milli və Avropa mətbəxinin gözəl təmlarını hazırlayıb sizə təqdim edən o atçılarla, musiqiçilərimizlə, peşəkar çəkiliş komandası ilə sizin xidmətinizdədir Ləv Palace adlı sarayı. Xatırladaq ki, menyunun qiyməti cəmi cümlətanı 25 manatadır. Yəni 25 manat ödəməklə siz övladınız üçün gözəl toy büsatlara imza ata bilərsiniz. Yox, əgər
menü toy eləmək istəmirsinizsə, bir günlük Şadlıq Sarayını sizə icarəyə də verirlər. Belə də ki, icarəyə götürdüyünüz Lef Palaza istədiyiniz kimi bazarlıq edib gətirib təhvil verirsiniz və etdiyiniz bazarlıqdan da orada çalışan aşpazlar bir-birindən gözəl, ləzzətli yeməkləri hazırlayıb sizin süfrənizə təqdim edirlər. Buyurun, gedin əziz gənclərimiz, Lef Pala Şadlıq Sarayına toylarınız üçün gedin, xına gecələriniz, doğum günləriniz, nişan mərasimləriniz üçün gedin. Gedin ki, peşman olmayasınız. Gedin ki, toyunuz, gözəl xeyir işləriniz yadda qalan olsun. Birinci mikrorayonda Nəriman Nərimanov küçəsində keçmiş Rusiya Kino Teatrı ilə üzbəüz bir yerdə yerləşir. Əlaqə telefonu belədir, 050 ilə 695 0405. Təşəkkürlər Lef Pala Şadlıq Sarayına. Reklamlara ayrılarıq. Reklamlardan sonra davam eləyəcəyik. Diqqət nəzəriniz elə Doğma kanalımızda tam səmmidə olsun. Deyirsən gözünə eynəyi taxma. Bilirsən, mən necə sənsizləmişəm. Birini bilirsən, birim bilmirsən. Mən gözümü kədərdən gizləmişəm. De necə göstərim, həsrət içində boylanıb yollarda qalan gözləri. Hərdən qınayıram, hərdən sevirəm, başımı bəlaya salan gözləri. Deyirsən gözünə eynəyi taxma. Nə olar, qoy baxım gözünə sənin. Sən həsrət qalmısan iki gözümə. Mənsə həsrətəm özünə sənin. Göz var ürəklərə neçə yoldalar. Göz var üzə vurar səadətini. Göz də var gizlənər eynək dalında. Bildirməz səhvini, qəbahətini. Deyirsən gözünə eynəyi taxma. Qorxmuram ki, gözə gələr gözlərim. Olmasa qarşıda qara şüşələr. Çətin bu baxışa dözə gözlərim. Dağ boyda dərdi var, qoca dağında. Niyə dağ dərdinə heç vaxt baxılmır? Başqa ölkələrin məzarlığında eynəklər gözlərə kefdən taxılmır.
Gözümə eynəkdən baxma, soruşma, qəlbimin harasındasan. Boş yerə qəlbini yandırıb yaxma. Sən mənim gözümün qarasındasan. Sən mənim gözümün qarasındasan. Ne oldu? Ha dəsmalımız da qutardı. Day bir şeyini demeyeceğim. Bir bax ağlayasınız. Vallahi day demeyeceğim. Buyurun. Dəsmalımız da qalmadı burada. Her gün ağlaşmaya. Ne oldu ay Könül xanım? Gözəl. Mən həqiqətən hər deyəndə belə kövrələn insan deyiləm. Amma həqiqətən o qədər gözəl deyirsiniz ki. Teşekkür Allah ederim. olsun. Allah razı olsun. Şəxsim adına sizə təşəkkür edirəm. Çox sağ Çox olun, apardınız məni uzaqlara. Bizim də çox gözəl fürsətimiz oldu. Elə canlı Samirin özündən eşitmək bu şeyləri. Teşekkür ederim. Çok sağ olun. Ben teşekkür ederim Niyaməddin Musayevə, Respublikamızın xalq artistinə, Şöhrət Ordeni, o gözəl sənətkarımıza. Teşekkür ederim İldar Ələkbərova, o gözəl insan, gözəl sənətkar və teşekkür ederim söz müəllifi və saz ifasına görə də Aşıq Fərhad Tufan'a teşekkür ederim. Allah bundan da razı olsun. O da bu şeiri mənə təqdim etdi. Belə Qacar, iş nə yerdədir? Demək, iş tamamlanmaq üzrədir. Gördüyünüz kimi şabalıtdır. Artıq yeyə bilərik. Köy qızartması. Bax, bu da axırıncı işdir. Çörəyə doğraya bilərik. Demək, acı stotdur, 2 diş sarımsaqdır. Bir də cəfər. Nə deyirlər? Canım, elə istiyat deyirlər. Başına da mən gətirib işə salmışam. Demək, bax, belə gördüyünüz kimi bu belə üstündən əlavə eləyirik. Bu formada. 10 dəqiqəyə hazırdır. 10 dəqiqə hazırdır. Operatorlarımız görsən nətər baxırlar o. Hamısı belə dörd gözlə O baxırlar ha. hansı kinodadır, desən seyirli xalatdadır, o deyir ki, görsən nətər baxırlar. İndi gör nətər baxırlar Sami. Onlara hər şey halaldır. Onlar yeməlidirlər. yemək Onlar üçün mən əlində gözləyirəm. bəsləyirəm mən. Halaldır, yox, doğrudan halaldır. 150 kilo eləyəcəm. Ramiz dayı deyib ondan mənə də ver, mən gözüm üstə. Bütün əməkdaşlarımız yeyəcək. Məmnuniyyətlə. Deməli, Novruzun gözəl adət-ənənələri var. Yadınızda qalan adət-ənənələr nədir? Məsəl üçün, hansı adətlər istəyərdiniz ki, eləyəsiniz, bir də o şeyləri yaşayasınız? Elə hamımızdan soruşmaq istəyirəm. Başlayın, Könül xanım, sizdən başlayaq. Novruzun Novruzun gözəl adət-ənənələri var. Hələ də mən düşünürəm ki, bir çox bölgələrdə bu davam da edir. Əsasən, belə deyək, subay qızlarda daha çox meyil çoxdur. Duzlu kökə yiyib yatmaqları var ki, su içmirlər. Yuxuda kimi görsələr, gələcək həyat yoldaşları. Qapı pusmalar var. Doğrudan da o inancıdır. Hətta belə İnanın ki, bir yaxşı söz eşitməyəndə o işdən geri də çəkilənlər olurdu, o inancı əsasən ki, yox, mən qapı pusmada yaxşı söz eşitmədim, bu işim alınmayacaq. Hətta o qədər inanc var idi. Ondan sonra bilirsiniz ki, mən bayaq qeyd elədim, Naxçıvan bölgəsindənəm. Əsasən yallı gedirdilər. Bunu ocaq başında da edirdilər ümumiyyətlə. Bunu da qeyd edeyim ki, dünyada möhrünü vurub Şərur yallısı. Bu yallının məqsədi də odur ki, birləşmək deməkdir, əl-ələ tutmaq deməkdir. Onda oynamaq lazım da. Təbii ki. Şərur yallısı. Çox sağ olun. Şərur yallısı, qaynamış sudur, narahat olmayın. Şərur yallısı dünyaca məşhurdur. Yəqin ondan burası tutuldu bu arada. Səsim həqiqətən Dəyişdi. qəhər məni boğdu bayaq. Hələ onun təsirindən çıxmamışam. Ondan sonra çox var. Yəni, hətta bir də o yadımda qalır ki, düzdür, mən onda balaca idim, oynayanlara baxırdım, oynamamışam. Amma əncəlli belə bir oyun var. Hətta onu bugünkü bölgələrdə, indi bilirsiniz, biz bölgələrə səfərlər edirik, yəni əsasən də bu təşkilatla bağlı və... Qalıb mı bölgələrdə o adət? Qalıb. Çünki istər-istəməz indiki balaca uşaqlar, balaca deyəndə hardasa bir 15 yaş ərəfəsi uşaqlardan soruşanda ki, siz belə bir oyun oynayırsınız, hə, atam bizə öyrədib,
əmim bizə öyrədib. Yəni belə adət-ənənələr davam edir. Və deyərdim ki, Novruzun əsasən atributu səmənidir. Mən onun da üzərində vurğulayım, sonra dostlara keçsin söz. İstəmirəm onların haqqına da girim. Səməni, bayaq İrada xanımla biraz müzakirə elədik, səməni əsasən insanların, belə deyək, düşüncəsində buğdanın cücərməsi, yazın gəlişidir, bərəkətin, necə deyim, bərəkətli olması da həmin ilin. Yəni ona görə deyirlər ki, hər evdə mütləq səməni yetişdirin. Ailənizdə, belə deyək də, qışdan çıxandan sonra elə bir böyük bir təravət deyək ki, o aura alınsın və həmçinin də bərəkətli olsun. Buyurun, bildiklərimdən danışdım, bəlkə də unutdum. Şimdi mənim uşaqlıqdan yadıma gəlir ki, anam bizə təzə paltar tikdirərdi və gözlərdi. Novruzun gəlişi gələndə biz ancaq şəkərbura düşünürdük, paxlava düşünürdük. Çox qəribədir ki, Samir qardaşım. Bəlkə də adiləşib ona görə. Birisi necə, biz uşaq olduğumuz üçün fikirləşirdik ki, Novruz bayramı gəlsəydi, biz çoxlu fındıq qoz yiyəcəyik, şəkərbura paxlava və onun pişirilməsi necə olurdu? Bax, qonşularda siz bilirsiniz həmrəylik. Bir qonşu tutaq ki, bugün şəkərbura paxalavasını pişirir, səhərsi gün digər qonşuya yardım edirdilər. Bax, belə olduğu halda bir 10 qonşu bir-birinə yardım edirdi və şirniyyatlarını pişirirdilər və bu qonşular birlikdə bilirsiniz necə, bayramın gəlişini qeyd edirdilər. Sonra qızların, cavan qızların buğda, dəmir üzərinə buğdağını qoyub çıtlamasını ki, hansı buğda birinci çıtlayacaqsa o qız birinci, o xanım birinci ailə quracaq. Belə bir adət də var imiş. Sonra dayanırlar üzü evə tərəf, bir ayaqqabısının tayını atırdılar qapıya tərəf. Əgər o ayaqqabı qapıya tərəf belə dayansıydı, o qadın, o xanım, qız ailə quracaqdı. Evə tərəf dayansıydı o qapının baş hissəsi, o hələ evdədir. Sonra bir nişanlı qızın üzüyünü suya batırıb ip arasında belə sallama edirlər ki, neçə ildən sonra bu ailə quracaq. O qədər bizim adət-ənənələrimiz var ki, milli dəyərlərimiz var ki, o Novruz bayramının gəlişi həqiqətən insanlara bir ruh gətirdi. Bir də küsəllər barışırdı Novruz bayramında. Ən ağır, necə deyim, arasında ədabəti olan insanlar, qohumlar deyək, qonşular deyək, barışırdılar. Və bu Novruz bayramının gəlişi hətta deyək ki, belə qardaşlıq, qohumluq, barışma, dostluq belə bir bayramı kiminə bayramı da çevrilmişdi. Təbii ki, bu bayramların gəlişi o zaman çox gözəl idi və onu çox biz istəyirdi. Amma indi nə dəyişdi? İndi texnologiyaların çox inkişaf etməsi bugün qohumları bir-birindən uzaq saldı və mən bir haşiyədə demək istəyirəm ki, bugün həqiqətən qapıda gözü olan insanlar var ki, onların bugün qapı açanları yoxdur, onlara dəyər verənlər yoxdur. Hətta qohumları olsa belə kənarda qalırlar və bugün qaçqın, köçkün ailələrimiz var ki, həqiqət onların bizim mənəvi dəstəyimizə ehtiyacı var və mən 22-23 inşallah yenə Ağcaqətdə olacağım, Xocalı və Kəlbəcər qaçqınlarımı, onları bayramlaşmağa gedəcəyəm və gəlin əzizlərimiz, belə bir insanları biz, necə deyim, baş çəkək, ziyarət edək ki, həm də Allaha xoş geçsin. Sağ olasınız. Hacı mənim, sizin nə yadınızda qalır? Mənim yadımda ümumiyyətlə bütün o Novruz adət-ənənələri yadımdadır. Ümumiyyətlə bütün Azərbaycan xalqların bir-birindən fərqləndirən cəhətləri də biri də odur ki, yəni onların adət-ənənələri fərqləndirir. Və bu gün də gəlin biz artıq, yəni biz öz adət-ənənələrimizin müəyyən hissəsini qoruyub saxlamışıq, amma artıq ona biraz da iqtisadi tərəfdən baxmaq lazımdır. Çünki Azərbaycan turizm ölkəsidir, artıq turistlərə açılır və biz öz xalqımızın dəyərlərini, milli mənəvi dəyərlərini nə qədər çox ortaya qoyarıqsa, hər xırda bir adətimizi, onu biraz bir iqtisadi tərəfdən baxıb, onu bir o şəkilə gətirə bilərik ki, biz onlarla turistləri cəlb edək. Bax, bu günləri onlarla biz, məsələn, Novruz ərəfəsində Azərbaycana nə qədər turist axını olacaq. Çünki hamı maraqlanır ki, məhz Novruz bayramı ərəfəsində Azərbaycanda, bəli, həm turizm, həm Novruz bayramını məhz görüb yaşamaq. Bizim toy ədətlərimiz var, gözəl toy ədətlərimiz var. Məsələn, bir toya biz turisti aparanda, orada həm geyim mədəniyyətimizdən danışır, həm musiqimizdən danışır, yemək mədəniyyətimizdən danışır. Bu günləri bizim toylarımızda olan deyirlər ki, israfçılıqdır. Amma mən keçən verilişlərin birində o barədə çıxış elədim ki, sizdən artıq dərəcədə xahiş edirəm. Daha da bol eləyin yeməkləri. Heç bir milli mənəvi dəyərlərimizə, bizim heç bir adətimizə, ənənəmizə zərər gətirməyin və israfçılıq haqqında söz ola bilməz. Çünki bir siz Laf Palası da qeyd elədiniz ki, Laf Palasda da
belə, yəni ona o şəkildə bizim şadlıq saraylarımız Zəngindir. Biz buna həm məcburuq mətbəx zəngini, hazırlamaq. həm onu o bizi üçün bir israfçılıq deyil. Çünki bizim şadlıq saraylarımız onu o qədər gözəl həll eləyirlər o məsələlərə ki, yəni hər kəsin cibinə uyğun bu günləri Azərbaycanda şadlıq sarayları var, fəaliyyət göstərir və orada heç bir israfçılıqdan da söz gedə bilməz. Ona görə yəni bu məsələyə xahiş edirəm bugünkü bizim Azərbaycanın inkişaf etmək dövründə, bəli, inkişaf eləyən dövründə, ölkə turistlərin axını dövründə bu məsələlərdə gəlin biraz diqqətçil olaq və hər dediyimiz sözlərə də məncə fikir verək. Məncə də fikir verək. Yusif, məsəl üçün mənim ürəyim istəyəcək, bugün məsəl üçün yeməkdən yeməyəcəm, amma onun ürəyi istəyir, onu yeyəcək. O toy da belədir. Kim istəyir bu cür eləsin, kim istəyir o zövqə bağlıdır, maddiyyata bağlıdır, durumuna bağlıdır, hər bir iş belədir. Mən istəyirəm, məsəl üçün 1000 manatlıq köynək geyinim, mütləq geyinə bilmirəm, 100 manatlıq köynək geyinirəm. Ola bilər Hacı müəllim 1500 manatlıq köynək geyinir. Məcbur eləyə bilmərəm ki, sən də 100 manatlıq köynək geyin. Artıq bu zövqə bağlıdır və bu bizim milli mənəvi dəyərlərimizdir. Nə qədər bol olsa, qoy qonağın qarşısına gözəl-gözəl yeməklər düzülsün. Valla, gəlsin başqa ölkələrin nümayəndələr deyirlər, ay Allah, bu nədir belə? Məsələn, mənim üçün olub bu şeylər. Dünya ictimaiyyətinin heyrətə gətirir ki, yəni Azərbaycanda bu şəkildə zəngin toylar olur. Niyə bəs Hindistanı məhz toylarına görə tanıyırlar? Elə Azərbaycanın da bunu biz iqtisadi tərəfindən baxaq və ortaya bu mədəniyyətimizi qoyaq və onunla da dünyadakı bəli, Azərbaycan toyları belə olmalıdır. Azərbaycan toylarında bax bu cür müğənnilər olmalıdır. Yusif Səfərov kimi, gözəl səsi ilə, gözəl avazı ilə. Bəli, növbəti bir ifamı təqdim eləyək Yusif. Sonra davam eləyəcək. Tut elimden gel gidey, buraları terk edey. Başka bir isteğim yok, sen benim olsan yeter. Tut elimden gel gidey, buraları terk edey. Başka bir isteğim yok, sen benim olsan yeter. Benden uzak düştün sen, kara borana düştüm ben. Sense isti yatağında, isinmedim üşüdüm ben. Benden uzak düştün sen, kara borana düştüm ben. Sense isti otağında, isinmedim üşüdüm ben. Senle geçen o günlerim, keyif oldu illerim. Ya da düşer o günlerim, niye gittin dilberim? Senle geçen o günlerim, keyif oldu illerim. Ya da düşer o günlerim, keyif oldu illerim.
Teşekkür Yusuf, çok teşekkür. Əziz tamaşaçılarımız, xatırladıram ki, Yusuf Səfərov, o cümlədən Könül xanım, Həcim müəllim, ondan sonra İradə xanım, qonaqlarımızda Qacar Qədir bizim mətbəximizdə çox gözəl bir menyu təqdim elədi bugün dəyərli tamaşaçılarımıza. Davam edirik hələ və bu arada bütün Instagram dostlarımızı da salamlayıram. Hal-hazırda Instagramda da onlaynıq əziz tamaşaçılarımız. Samir Tam Səmimi səhifəsinə daxil olun, orada onlaynıq, oradan da şərhlərinizi bizə yaza bilərsiniz və bu arada xatırlatmaq istəyirəm ki, hörmətli tamaşaçılarımız, həftəmizin bazar ertəsindən, indi bizə baxan tamaşaçılarımıza deyirəm, bəyək Həcim müəllim də söylədi ki, qulaq şahid olduq. Həftəmizin bazar ertəsindən Tam Səmimidə tam yeniliklərlə qarşılaşacaqsınız. Bəli, artıq mən buna görə həqiqətən bir daha təşəkkürümü bildirirəm rəhbərliyimizə, redaktorlarımıza, baş direktorumuza bu təşəbbüsümü alqışladılar və bu etimadı mənə göstərdilər. Artıq o boyda layihə bu bazar ertəsindən. Bəli. Hacı müəllim deyir ki, bu bazar ertəsindən, bəli, bu bazar ertəsindən, bu Samir ki var. Ardasa bir aya olar. Yox. Artıq bu bazar ertəsi, sabah birisi gündən dəyişikliyi özünüz görəcəksiniz. Bu da sizin üçündür. Və mən şeir istədiniz, şeir də dedim sizin üçün, hörmətli tamaşaçılarımız. Gözəl mahnılar da, maraqlı söz-söhbətlər də hal-hazırda reklamlardır. Reklamlara ayrılmamışdan öncə söyləyim ki, bəli, elə toy adəti ənənlərindən danışdıq. Love Palace-da istədiyiniz o gözəl təamları sizin qonaqlarınıza israfçılıq etmədən təqdim edirlər. Cəmi cümlətanlı menyunun qiyməti 25 manatdır. Yox, əgər siz menyu toyu eləməyib, bir günlük Şadlıq Sarayını icarəyə götürəcəksiniz, o zaman bazarlığı özünüz edirsiniz. İşləndir, söhbət ərzaqlardan gedir. İşlədilməyən ərzaqları, yəni toyun sonunda sizə təhvil təslim edirlər. Aldığınız yerə qaytarırsınız və bu da sizin cibinizə bir növ, belə deyək də, qənaətdir. Amma o ərzaqlar ki var, bişmiş yeməklər, hazır yeməklər, nə bilim yeməklərdir, salatlardır, içkilər filan, beşməkan, onların da hamısı sizə qaytarılır, verilir. Xüsusən nəzarətçiniz olur. Ailənizdən bir insan mətbəxdə nə qalıb, nə qalmayıb bu şeylərin artıq sizə təhvil təslim edirlər. Buyurun, gedin övladlarınızın toylarını, xınalarını, doğum günlərini, nişan mərasimlərini Love Palace Şadlıq Sarayında edin. 1-ci mikrorayonda Nərman Nərmanov küçəsində keçmiş Rusiya Kinoteatrı ilə üzbəüz bir yerdə yerləşir. Əlaqə telefonları 050 ilə 695 0405-dir. Təşəkkürlər Love Palace Şadlıq Sarayına. Reklamlarımız var, reklamlardan sonra davam edəcəyik. Doğma kanaldan ayrılmayın. Davam edirik əziz tamaşaçılarımız. Çox qısa bir aramız oldu, amma SMS-lər də gəlir. Gülafət xanım Türkiyədən bizə yazır, Yozqarddan. Aşıq Fərhad hər birinizi salamlayır, hörmətli ekspertlərimiz. O cümlədən Instagramdan çox yazırlar bizə. Vəfə xanım Rəşidova, bizim çox hörmətli psixologumuz hal-hazırda onlayn bizi izləyir. Dəniz Rüstəmli yazır bizə. Sonra gözləyirik. Lətafət xanımı verilişinizə dəvət edin. Lətafət xanım kimdir? Yəni, deyir müğənni Lətafət xanım. Mən tanımadım o müğənnini, ona görə də yalan deyə bilmərəm. Dəvət eləməyəcəm. Yəni, tanımadığım adam necə dəvət edeyim, hə, Hacı müəllim? Tamaşaçılar yazır. Yəqin efirlərdə olmayan müğənnidir. Ona görə xatırlaya bilmədim. Belə. Sonra 2165 yazır, salamlar var. 7203 yazır, mən Seymur salamlayıram sizi, düz eləyirsən Seymur. Ondan sonra 85-35 reklamlardan sonra xahiş edirəm. Ay can, nə yazıb? Yusuf bəydən gözəl bir mahnı səsləndirin. Səsləndirəcəyik, sonuçta bir mahnımız da olacaq. Nə yazır bizə? Samir bəy salamlayırıq qonaqlarınızın hər birini. Rusiyadan yazırdılar bizə. Çox sağ olsun bu izləyicimiz. Sonra yenə Rusiyadan yazırlar bizə. Çox təşəkkür edirəm Samir bəy, şeirə görə var olasınız, ağlatdınız bizi. Bunu bizə Rusiyadan Leyla xanım yazır. 18-15 nömrəsindən. Leyla, təşəkkür edirəm. Fikrimdə yox idi sizi ağlatmaq. Amma ağlamışsınızsa çox üzüldüm. Sonra Qacar çayımız hazırdır. Çayımız hazırdır. Kül xanım, ver mənə elə padnosda.
Könül xanım, bu çayın məsələsinə baxın. O Gita və Zita'da olur. Arvad ayağı ilə verilir. Yox, mən onu eləyən deyiləm. Zita pilləkəndan gəlir təpəsi üstə. Görüşək deyəsən. Hə? Maraqlı çıxır. Ən maraqlı səhnələrindən də filmin. Yusuf centilmen elədi, istəmədim mən. Hə, Yusuf elədir, Yusuf başqadır. Ürəkdir, ürək. Sonra bizə yazırlar 30-58-dən yazırlar bizə. Hardan yazırlar? Astarxandan yazırlar. Qarşıdan gələn bayramlarınızı təbrik edirik, təşəkkür edirik. Astarxandan sonra bizə yazırlar, göndərirlər. Samir müəllim, necəsən? Qonaqlarına çoxlu salamlar. Sən də ürəksən. Gəlmişəm Bakıdayam, inşallah görüşərik. Kazana, qardaşım Mobilə, Seymura salamlar. Bunu kim yazıb bizə? Habil Kazandan, dostumuz Habil. Niyə əlaqə saxlamamısan məndən? Beyləqanlı balasıdır. Bax, tamaşaçılarımla arada olur ki, görüşürəm, nə yalan deyim. Bir çörək kəsirəm, çay içirəm, sağ olsunlar. Dəvət edir, Rusiyadan gələn kimi mən axtarırlar. İndi mən, bizim gözəl bir anamız var İsraildən. Onun yolunu gözləyirik. İnşallah ayın 12-sində dediyinə görə sabahları burada olacaq. Bəli. Tambovdan Ayşən bizə yazır, göndərir. Sonra kim yazır bizə? İjevski şəhərindən Hacı müəllim salamlar var. Bugün həm də Raminin doğum günüdür. Atası Fəxrəddin, anası Sahibə xanım təbrik edirlər. Qonaqlarımızı öpürlər, bağırlarına basırlar. Rusiyanın İjevski şəhərindən bax bu SMS-i aldıq. SMS-lər deməli hal-hazırda təkcə Rusiyadan 657 mini keçib. Təkcə Rusiyadan bizə yazılan SMS-lərimiz, hörmətli izləyicilərimiz. Instagramdan yazırlar bizə. Instagramdan kim yazır? Həsən 775 salamlayır bizi. Zaur Abbaszadə 1800 necəsiniz? Verilişiniz çox baxımlıdır. Mən səndən xahiş edirəm. Nə yazırlar? Emil Muradov yazır bizə. 77 salam, Samir müəllim salam. Musa yazır. SMS-lərimiz çoxdur. Röya, vaxtımıza nə qədər qalıb? 15 dəqiqə. Aha, hələ vaxtımız var. Hələ vaxtımız var. O zaman mən ekspertlərimizlə... Bəli. Röyanın payı orada artıq hazırdır, yemək payı. Röya harada? Aş, orada başda. O hər şeydən yeməlidir, datmalıdır. Yaxınlarda onu da toyuna hazırlaşırıq. Bugün elçi özüm getmişəm. Röya xanıma. Qacar, hazırlaş. Televiziyamızda artıq toy olacaq. Ay maşallah. Samir, gördüyünüz kimi şabalıtlı... Röyanın səsi gəlmədi. Şabalıtlı... Rejissorumuz. Şabalıtlı toyuq çığırtması, qızartması deyək hazırdır. Operatorlarımız nuşucan eləyə bilərlər, qonaqlarımız da hələ hər cavabı verməyib əməkdaşımız. Tamam. Qacar yarısı qalsın, narahat olma. Sən əziyyət çəkmə, Qacar 2 qab çəkib. Narahat olmayın, burada əməkdaşlarımız yiyəcək. Çıxırtmamız oldu, şabalıtlı, biberli, soğanlı, qəşəng, amma dəfinə yarpağı da əlavə olundu. Adətən toyuq ətinə deyəsən o qədər əlavə istifadə olunmur dəfinə yarpağı. Suyuna. Suyuna axırı ki, istifadə elədir. Bu yeniliyə görə də sənin həyat yoldaşına təşəkkür bildiririk. Çox sağ olsun. Belə, Hacı müəllim, aranız necədir bişdüşdən? Bişdüşlə, heç... Nəsə bişirmişsiniz? Bir ay evdə ac qalsam yumurta bişirə bilmirəm. Amma Qacar da elə deyirdi. Gəldi, burada istedadını nümayiş elətdirdi. Yəni... Bişirsəniz yaxşı bişirərsiniz məncə. Bilmirəm. Çünki geyimdə, kecimdə çox sərgəlisiniz. Ola bilər, amma... Yəqin yeməkdə də. Ola bilər, amma... Məsələn, Samir Piriyev deyir ki, mən bir qutab, bir lavaş açıram ki, 2 metr o tərəfə. Deyir, bir stolun üstüylə bir lavaş açıram. Məsələn, Könül xanım Kərimova da elə lavaş açır. Könül xanım bir dəfə lavaş açdı mənim yanımda. Yalan olmasın, yalan olmasın. Nə bilim, o qabaq stolları olur, açırsan arasın. Təsəvvür edin ki, bu başından o başına qədər lavaş açdı. Yəni, Könül Kərimova nömrə 1-dir lavaş açmaqda. O da bir məharətdir. Mən o birinci dəfə də eşidirəm ki, nə boyda böyük olsa... Məsələn, Samir Piriyev də o cür açır dediyinə görə onu görməmişəm. Amma Könül xanımı görmüşəm. Samir, mən ilk öncə... Məsələn, Elşad Qarayev deyir, bir dolma bişirirəm, bir düşbərə bişirirəm. Yəni, onu eləmək lazımdır. İnşallah bir-iki günə gəlməm. Məsələn, Fərhad Tufan bir aş süssün.
bir balıq bişisin ki, parmaqlarının onun da yalar. Hərçənd bu mənim sahəmdir. Yəni bizdə şirkət o Bilirəm. işlə məşğul olur, yemək şirkətidir. Amma ki mən idarə eləməyi bacarıram da. Yəni özüm mətbəxdə bişirə bilmirəm. Tamam. Bu arada Nofər Süleymanov da növbəti həftəmizdə burada olacaq. Bizə söz verib. Ağcabədi mətbəxi burada nümayiş olunacaq. Qarabağ mətbəxi. Sonra Məsumə xanım burada olacaq. Elşad Qarayev burada olacaq. Növbəti həftəmizdə burada olacaqlar. Demək, siz qoyun binəsinin tamaşaçılarına, yəni bizi izləyən qoyun binəsi cəmaatından qaymaq demişdir. Qoyun binəsi nədir? Yevlağın qoyun binəsi kəndi. Hə, Yevlaq rayonunun Demək, qoyun sizin binəsi. qaymağınız hazırdır. Qaymaq hazırdır. Özü vedralarla. Sizin gəlişinizi gözləyirlər. Mən bir banka demişdim, Mən deyirdim. burada belə deyir, sənə qoyun binəsinə gedəndə bir banka qaymaq deyirəm, buradan Yevlağa gedirəm, mən bir banka qaymaq. O mənə bir vedrə qaymaq gəlməlidir, bir vedrə inək yağı gəlməlidir. Artıq saxlamaq olmur da. Nəyi? Qaymağı bir gündən artıq saxlamaq olmur. Gedəsən ki, Gedən kimi gərək yeyəsiniz, yoxsa belə qalmır. Sonra quzu söz veriblər, atası. Sonra mən... Mələnməmiş quzu, istəyirəm yox, mələsin sonra günahdır. Olar. Quzu, bir də ki, 3 kiloyluqla bir ərinmiş yağ deyirlər də bizə, kərə yağı. Kərə yağı Uşaqlar, mən təcrid getməliyəm Yevlağa. Bu evdə mən varsan. Mənim gözüm sizə, gedin. Qazan, sənə təşəkkür edirəm, bu evdə çox maraqlıydın. Təşəkkürüm bildirəm Hacı müəllim sizə. O cümlədən Könül xanım, sizə vaxtımız çox azdır. İradə xanım, sizə təşəkkür edirəm, Yusuf, sənə təşəkkür edirəm. Narazılıq olmadı ki? Samir, səndən bir Əsas siz dənə, bizdən narazı kim istəyir məndən incisin, kim istəyir inciməsin. Mən Dünya Televiziyasına gələn gündən demişəm ki, mən Samirin aparıcılığından öyrənirəm. Təşəkkür edirəm. Samir, sənə Allah var eləsin. Allah səni Azərbaycan xalqına çox görməsin. Adam var evdən gedir, adam var eldən gedir. Yəni sən el üçün lazımsan, Allah uzandırdın, day danışma. xalqımız üçün lazımsan. Bizə lazımsan, əsas odur ki, bizə lazım. Samir, çox təşəkkür edirəm. Gələcək bayramını da təbrik edirəm. Çox sağ olun. Gözəl bayramlara. Təşəkkür edirəm Hacı müəllim. Veriliş həqiqətən də olduğu kimi tam səmimidir. Biz də arada gəlirik, ürəyimizi boşaldırıq, nailiyyətlərimizi bölüşürük. Sonra bizi izləyən tamaşaçılarla görüşürük. Bundan gözəl nə ola bilər ki? Könül xanım, hər şey gözəldir. Doğrudan çox gözəl idi. Həqiqətən də bir neçə verilişlərdə olmuşdu. Efirdən belə görsələr Burada o yoxsa qədər yox? sərbəst, bu əlbəttə ki, o qədər sərbəst həqiqətən də adı üstündədir. Sizə dərin təşəkkürümü bildirirəm. Həm ümumiyyətlə çox gözəl qeyd elədi. Sizi el sevir. Sizi xalq sevir. Əsas budur. Üzr istəyirəm, bircə dənə onu deyim ki, neçə vaxtı mənim əlimdə medalım, diplomum qalmışdı. Dünya Azərbaycanlar Bilim Müsabiqəsinin laureatı olmuşdu. Siz məni elə insanlarla tanış elədiniz ki, bundan sonra əməkdaşlıq əsl yerinə edəcəksən. Yusuf, düşür. sən sözü və musiqi ilə deyəcəksən. Əziz tamaşaçılarımız, sabah görüşmək ümidi ilə ayrılıram sizdən, daha doğrusu sizlərdən. Yusufla baş-başa buraxıram sizi. Allah'a əmanət olun, bir daha bayramınız mübarək olsun. Əsas o da özünüzə yaxşı baxın, yaxşı baxın. Candan tapılmır, yaxşı baxın. Güzellerin arasından tesadüfen gördüm seni. Gözümü çekebilmedim, canım kimi sevdim seni. Güzellerin arasından tesadüfen gördüm seni. Gözümü çekebilmedim, canım kimi sevdim seni. Sen canımsan benim, yüreğimsen benim. Bugünden ay güzel benimsen benim. Sen canımsan benim, yüreğimsen benim. Bugünden ay güzel benimsen benim. Tut ellerimden, öpüm elinden. Gülüm bugünden benimsen benim. Tut ellerimden, öpüm elinden. Canım bugünden benimsen benim.
canımsan benim, yüreğim sen benim. Bugünden ay güzel benim sen benim. Sen canımsan benim, yüreğim sen benim. Bugünden ay güzel benim sen benim. Tut ellerimden, öpüm elinden. Gülüm bugünden benim sen benim. Tut ellerimden, öpüm elinden. Canım bugünden benim sen benim. Aç ekranı bizi dinle.